maneə ilə maşının arasında olan böyür məsafə ki var ha, yan məsafən. Yan məsafən nə qədər azdırsa, bir o qədər çox qabağa çıxmalısan, sonra dönməlisən ki, böyrün tez dönsən buna dəyəcək, bu maneəyə dəyəcək. Bu maneəyə dəyməmək üçün yan məsafən dediyim kimi nə qədər azdırsa, bir o qədər çox qabağa çıxıb, sonra dönməlisən. Əgər bir o qədər çox qabağa çıxmırsansa, deməli, buradan gələnin də yoluna çıxma məsələsi var. Deməli, bir o qədər də çox rol döndərməlisən. Yəni, axıra qədər döndərməlisən rolu. Aydın oldu. Və maşın gəlsin, tam otursun, rolu axıra qədər döndərmirsən, tutalım ki, sağa. Maşın dönsün, gəlsin, tam otursun, sonra rolu düzəlt. Sən maşın düzəlməmiş, maşın elə bil belə olmalıdır, amma çəpdir maşın. Mənim də rolu döndürür. Maşın çəp olduğu halda sən rolu düzəldirsən, ona görə gedib, misal üçün, divarın üstünə çıxırıq, ya bardurun üstünə çıxırıq. Maşın gözlə, səbr elə ki, düzəlsin, sonra. Və yenə də deyirəm, tormuz sənin dostundur, qaz sənin düşmənindir. Harada ki, gördüyün vəziyyətin pisdir. Divara dəyirsən, maşına dəyirsən, tutalım da, Allah uzaq eləsin, adama dəyirsən, rolu qaçırdaraq vəziyyətdən çıxmağa çalışma. Daha böyük bəlaya düşərsən. Misal üçün, bu bardura dəyməkdən qorxursan sağındakindən. Görsən, onun üstünə gedirsən, ona dəyməmək üçün riski belə eləyərsən, Allah uzaq eləsin, böyründə velosiped olar. Vəssalam. Dəyərsən, başı dəyər asfalta, iraq olsun, ondan da iş bitər. Lütf elə bardura dəy. Görmədiyin yerə ayaq basma, görmədiyin yerə rol döndərmə. Lütf tormuzu bas, sürət azalt, həmən o sürət azalandan sonra bax, gör, salamatçılıqdırsa döndər rolu sola. Yaxşı? Kör-körənə yox.